Ə, Deməli, təpənməz və təpənən bloklarda demişdik ki, təpənməz blok qüvvədə qazanc vermir, təpənən blok qüvvədə ilk dəfə qazanc verir və təpənməz blokda qüvvədə qazanc vermədiyi üçün dartı qüvvəsi elə normal halda mg bərabər olur, amma A təcili ilə yuxarı qaldırıldıqda mg plus A, aşağı endirildikdə isə mg minus A olur. Misal üçün burada da sənə deyir ki, cisim şaqlı yuxarı yönəlmiş deyir və təcili ilə qaldırıldı. Bu zaman biz mg plus A üstündən istifadə edəcəyik. Tərpənən blokda isə qiyməti nə edirdi? 2-yə böldük. Yəni tərpənən blokda qüvvədə 2 dəfə qazanc əldə etdiyimiz üçün qüvvənin qiyməti 2 dəfə azalır. Yəni mg plus A bölünsün 2 olacaq. Tərpənməzdə olduğu kimi qalır, 2-yə bölünmür. Tərpənəndə isə qiymət 2-yə bölünmüş şəkildə olur. Və hər iki halda həm tərpənməz blokda, həm də tərpənən blokda biz demişdik ki, işdə qazanc yoxdur. Ona görə də işin üstü ilə MGH olacaq. Yəni misal üçün üçüncü sualda biz artıq MGH düsturundan istifadə edəcəyik. Çünki iş nəyə bərabərdir? MGH-a. MGH bölü 2, MGH bölü 4-dən bəhs olunmur. MGH. Hansı sadə mexanizm qüvvədə qazanc vermirdi? Qüvvədə qazanc verməyən mexanizm adlanırdı tərpənməz blok. Tərpənməz blok qüvvədə qazanc vermir. Yaxşı, nə üçün istifadə olunurdu? Qüvvənin istiqamətini dəyişmək üçün istifadə olunur və birbaşa, konkret iki dəfə qazanc verən mexanizm tərpənən blokdur. Tərpənən blok qüvvədə iki dəfə qazanc verir. Burada yalnız iki dəfə dediyi üçün biz tərpənən bloku götürdük. Link də iki dəfə qazanc verə bilər. Müayim hissədə iki dəfə qazanc verə bilər. Sadəcə bunların qazancları dəyişir. Yəni şərtə uyğun olaraq dəyişir. Amma tərpənən blok həmişə qüvvədə iki dəfə qazanc verir. Sonra misal üçün 6-cı sualda tərpənməz blokdur. Yəni bu ortadan bağlanıbsa bu tərpənməz blokdur və tərpənməz blokda biz dedik ki, F bərabərdir mg düsturundan istifadə edəcəyik və kütlənin qiyməti 15-i vuranda J-nin qiymətini ona bizə neçə verəcək? 150 Newton. Bunlar ilkin anlayışlar. Yəni bunlarda bir problem olmamalıdır inşallah. Salam Lalə. Keçid növbəti səhifəmizə. 7-də də həmçinin tərpənməz blokdan istifadə olunduğu üçün F bərabər mg düsturundan istifadə eləyəcəyik. Və burada da yenə M 20, J 10 olduğundan hasil olacaq neçə? 200 Newtona. Yaxşı. 8 və 9 tipli suallarda bizə deyir ki, 8-də tərpənən blok vasitəsilə çəkisinin modulu P olan cismi bərabər sürətlə qaldırmasını tətbiq olunan qüvvə. Tərpənən blokda dedik ki, qüvvədə 2 dəfə qazanc əldə olunur. Yəni çəkinin qiyməti mg 2-yə bölünür. Yəni 8-ci sualda cavabımız olacaq B variantı. 9-cu sualda isə tərpənməz blokda qiymət 2-yə zada bölünmür, elə olduğu kimi qalır. Çəkiyə bərabər olur. Cavabımız da 9-da C variantı. Tərpənəndə 2-yə bölünür, tərpənməzdə isə qiymət olduğu kimi qalır. Uşaqlar, 10 və 11 tipli suallarda köhnə topuda şərtdə biraz qəribəlik var idi. Yəni e, DİM 2023-də hal-hazırda istifadə etdiyiniz topuda yuxarı yönəlmiş A təcili ilə endirdi deyirdi. Bir də aşağı yönəlmiş A təcili ilə qaldırdı deyirdi. Onda da uşaqlar çaşırdı. Aşağıda qaldırma, yuxarıda endirmə söhbəti olduğu üçün. Burada şərti düzəldiblər. Şaquli yuxarı yönəlmiş A təcili ilə qaldırma deyir. Yəni rahat bir şəkildə mg plus A götürə bilərsən. Burada da aşağı yönəlmiş təcili ilə endirmə dediyi üçün rahat bir şəkildə mg çıxısının A-nı götürə bilərsən. Yəni köhnə topuda 2023-də yuxarıya endirmə, aşağıya qaldırma yazdığı üçün çaşırdılar. Plus qoyaq yoxsa minus qoyaq. Və yuxarı yönəldiyi üçün biz müsbəti götürürdük, aşağı yönəlməndə mənfi götürürdük. Burada artıq şərtdə düzəlişlər olub. Yuxarıda elə qaldırma yazıb, aşağıda da endirmə yazıb ki, bir narahatlıq olmasın. Burada da tərpənməz blok olduğu üçün mg plus A üstündən istifadə edəcəyik. Yuxarı yönəlmiş dediyi üçün və heç nəyə bölmürük. Tərpənəndə isə aşağı olduğu üçün mg-a bölünsün 2-dən istifadə edirik. Çünki tərpənən blokda 2 dəfə qazanc olduğu üçün qiyməti 2-yə bölmüş olduq.
Sonra növbəti sual tipimizə baxsaq, 12. İki blokun köməyi ilə sabit sürətlə qaldırılırsa, diametrin göstərişinə görə onun kütləsini də hesabla. Bu təpənməz blokdur və təpənməz blokda F bərabərdir ilə mg. Yəni heç nəyə bölünmür, elə 8-də qalacaq. Çünki xətt burada 8-i göstərir. Yəni bura 8-dirsə, burada 8-dir. Düzdürmü? Xətt 8-i göstərir. Aşağı 8-dir, yuxarıda 8-dir. Onda burada 8-dir. Elə burada 8-dir. Hamısı 8-dir. İplərdə eyni qüvvə yaranır. Onda buradan kütləni tapanda m bərabər olacaq 8 bölünsün j-yə. J-nin qiyməti 10-dur. 8 bölünsün 10 eləyəcək 0,8. İplərdə hamısında eyni qüvvələr yarandı. Təpənməz blokdur, qüvvə dəyişmir. Yəni cavabımız Newton yazmışam. Üzrlü sayın kiloqram kütlə. Cavabımız olacaq 12-də D variantı. Növbəti sualımız 13-də isə artıq tərpənən blokdur uşaqlar və tərpənən blokda deyir ki, diametrin göstərişinə əsasən yükün kütləsini hesabla. Burada da qiymətlərə baxıram. Bura 8 düşüb. 8-i göstərir. Bura 8 isə iplərdə eyni qüvvələr yaranır. Burada 8-dir. Eyni qüvvələrdir. Bura 8 isə, bura 8 isə, bura nə olur? 16. Cəmləndi. Yəni iki hissəyə parçalanıb burada. Bura 8-dir, bura 8-dir. Onda bura ümumi olduğu 16. Bura 16 isə deməli burada 16 olur. Yəni mg nəyə bərabər olur? 16-ya. Mg 16-dır. İndi bizdən nəyi istəyir? Yükün kütləsini. M istəyir. M bərabər olacaq onda 16 bölünsün J. Yəni 10. Bu da bizə neçə verəcək? 1,6 kiloqram. Yəni cavabımız olacaq 14, 13-də A variantı. Deməli, sağ tərəf 8-dir, sol tərəfdə 8-dir, iplərdə eyni qüvvələrdir. 8, 8, 2 dənə ipdir. Burada cəm formasıdır. Bura olacaq onda artıq 16. Yuxarı 16 çəkirsə, aşağı da 16 çəkir və deməli aşağı çəkən qüvvə mg-dir. Mg deməli 16-dır. Buradan da m-in qiymətini tapmış olduq uşaqlar. Mg bərabər 16, m bərabər 16 bölünsün 10, yəni j. Qiymət neçə eləyəcək? 1,6 kiloqram eləmiş olacaq. Daha sonra dəqiqə bunları sıfır eləyək. Hı -hı. Tərpənən blokdur, linkdir, tərpənməz blokdur. Bunların hamısında tazıq şərti momentlər qaydası ilə müşahidə olunur. Yəni momentlər qaydası ilə biz tazıq şərtini müəyyən edirik. Hamısında momentlər qaydasıdır. Nəzəri sualımız belə tipli suallar da imtahanda düşə bilər. Tazıq şərti momentlər qaydası ilə müəyyən olunur. Və şəkil formalarında bizə deyir ki, sadə mexanizmlərdən hansı qüvvədə hansı qüvvədə heç vaxt qazanc vermir ola bilər. İnternetdə problem ola bilər. Məndə də bəlkə problem ola. Bəlkə məndən də o da ola bilər. Deməli, sadə mexanizmlərdə hansı qüvvədə heç vaxt qazanc vermir? Qüvvədə heç vaxt qazanc verməyən təpənməz blokdur və təpənməz bloku götürməliyik. Bu şəkil formalarında hansında təpənməz blok qeyd olunub? B variantında. Təpənməz blok 15-də B variantında qeyd olunub. Misal 16-da isə deyir ki, hansı sadə mexanizmdən istifadə etdikdə məsafədə heç vaxt itirmirik. Mexanikanın qızıl qaydasına görə demişdik ki, qüvvədə neçə dəfə qazanırıqsa, məsafədə o qədər itiririk. Yəni məsafədə, yolda o qədər itiririk. Qüvvədə neçə dəfə qazanırıqsa, məsafədə, yolda o qədər itiririk. Bu mexanikanın qızıl qaydasıdır. Bizə də deyir ki, burada məsafədə itirmə yoxdur. Məsafədə itirmə yoxdursa, deməli qazanc da yoxdur. Və hansında qazanc yox idi? Tərpənməz blokda. Yəni eyni şəkil götürəcəyik. 16-da cavabımız olacaq elə B variantı. Daha sonra bu 18 tipli sualdır. Eyni kütləli yüklər blokların köməyi ilə bərabər sürətlə qaldırılır. İplərin səviyyəsində tətbiq olunan qüvvələr arasında hansı münasibət doğrudur? Təpənməz blok olduğu üçün qüvvələr nə olacaq? Bir-birinə bərabər olmuş olacaq. Çünki hər ikisində
F bərabər olacaq elə mj-yə. Burada da F2 bərabər olacaq elə mj-yə. Burada da F1 bərabər olacaq elə mj-yə. Təpəməz blokda qüvvədə qazanc yoxdur. Hər ikisi elə mj-yə bərabər olur. Yəni cavabımız olacaq burada F1 bərabərdir F2. Yəni 18 cavabımız olacaq A variantı. Həmçinin burada momentlər qaydasından da istifadə edə bilərik. Momentlər qaydasından istifadə edə bilərik. Yəni mj-dir. mj-dir. mj-nin qolu nədir? mj-nin qolu mərkəzə nəzərən R-dir. Yazıram burada. mj vurulur R-ə. Bərabərdir. Bu F1 qüvvəsinin qolu nədir? Bu budur. F1-in qolu budur. Yəni mərkəzə qədər olan məsafə bu. Bura R-dirsə, deməli burada avtomatik R olur da. Onda yazıram. F1 vurulsun R. Onda F1 nəyə bərabər olur? mj-yə. Sağ tərəfdəkini yazsaq, yenə bura mj-yə. mj-nin qolu, o nöqtəsi yazsaq bura. mj-nin qolu 2R. Yazıram burada. mj vurulur 2R. Bərabərdir. F2. F2-nin də qolu yenə bura olacaq. 90 dərəcə yaratdı burada, bura olacaq. Burada yenə 2R. Bura 2R isə burada 2R. F2 vurulsun 2R. Onda F2 nəyə bərabər olur elə? mj-yə. Hər ikisi onda deməli nə oldu bir-birinə? Bərabər oldu. Yəni cavabımız olacaq burada A variantı. Momentlər qaydasını da tətbiq eləmiş olduq. Söhbətə belə getdi. Deməli, 19 təpəməz blok vasitəsilə M kütləli yükü şaqlı yuxarı yönəlmiş A təzyiqindən H hündürlüyünə qaldırıldıqda dartı qüvvəsinin gördüyü iş. Uşaqlar, dartı qüvvəsinin gördüyü iş. İş yəni mj h-dır və yuxarı yönəlmiş dediyi üçün mj plus A vurulsun h olacaq. Burada da tərpənən blokdur. Yenə tərpənən və tərpənməz fərqi yoxdur. İş elə mj h-dır və burada da sənə deyir ki, dartı qüvvəsinin gördüyü işi tap, yenə mj h olacaq. Yəni heç nəyə bölmürsünüz. mj h, mj h. Bir dənə burada yuxarı yönəlmiş dediyi üçün mj plus A yazdım. Daha sonra bu məsələlərə baxsaq, məsələləri yadımıza salsaq, 22. Yük bloklar sistemin köməyi ilə bərabər sürətlə qaldırılır. Yük 6 saniyə müddətində 14 metr bölü saniyə sürətlə qaldırılarsa, ipin sərbəst uzunun yerləşməsini deyək ta. Tərpənən və tərpənməz blokdan ibarət sistemdə qüvvədə 2 dəfə qazanc verir. Çünki bu tərpənən blok 2 dəfə qazanc verir, tərpənməz blok isə qazanc vermir. Burada da istiqamətlərə baxsaq, misal üçün, bura mj-dir, tutaq ki. Bura olacaq onda yenə mj. 2 dənə ipə parçalandığı üçün bura olacaq mj bölü 2. Bu da olacaq mj bölü 2. Və bura mj bölü 2 isə burada avtomatik nə olur elə? mj bölü 2 olur. Eyni ipdir. Deməli, F bərabər oldu mj bölü 2. Düzdür. Qüvvədə 2 dəfə qazanc əldə elədik. F bərabər oldu mj bölünsün 2. Bunu belə tapdıq. Bizə nə istəyir burada? Deyir ki, yük 6 saniyə müddətində 14 metr bölü saniyə sürətlə qaldırıldı. Deməli, zaman müddəti 6 saniyədir. Zaman müddəti dəyişmir. Yəni, ipdə də, yükdə də zaman eynidir. Və bizə deyir ki, sürəti 14 metr bölünsün saniyədir. Nəyin sürəti? Yükün sürəti. Onda ipin sürəti avtomatik olur 2v3. Yəni qüvvədə 2 dəfə qazanc əldə olunduğu üçün ipin sürəti yükün sürətindən 2 dəfə böyük olur. 2-ni vururam 14-ə. Bu da bizə verir 18. Və yükün sürəti 18-dir. İpin sürəti 18-dir. İndi bizdən ipin yerləşməsini soruşur. İpin yerləşməsini h ilə ifadə edirəm. H ip bərabərdir. İpin sürətini vururam zamana. İpin sürətini vuranda zamana bizə verir ipin yerləşməsini. İpin sürəti 18-dir. Zaman da 6-dır. Bu da bizə neçə verəcək? 4,8. Yəni cavabımız olacaq 22-də Y variantı. Və şərtə uyğun baxırsınız. Nədən bəhs edir? İpdən yoxsa yükdən? Tərpənən blokda əgər varsa, iplə yükün qiymətləri fərqlənir. Tərpənməzə ehtiyac yoxdur, fərqləndirmir, amma
tərpəndə fərqləndirməyə ehtiyac var. Daha sonra 23 kopya sualdır. 24 də eyni tip sualdır. 25-də tərcih soruşur. Aha. Bizə deyir ki, tərpənən blokun köməyi ilə yükü sabit A tərzindən yuxarı qaldırırlar. İpin sərbəst uzunluğunun hərəkət tərzi hansı ifadə təyin olunur? Tərpənən blokda həm ipin sürəti yükün sürətindən 2 dəfə çox olur, həm ipin təcili yükün təcilindən 2 dəfə çox olur, həm də ipin yer dəyişməsi yükün yer dəyişməsindən 2 dəfə çox olur. Bizə də burada ipin təcilini soruşduğu üçün ipin təcili yükün təcilindən 2 dəfə çox olacaq, yəni olacaq 2A. 25-ə cavabımız olacaq B variantı. Hər bir halda ipin qiyməti yükün qiymətindən 2 dəfə çox oldu. Misal üçün 26-da isə tərpənməz blok dediyi üçün fərqləndirməyə ehtiyac yoxdur. Elə A olduğu kimi qalır. Tərpənməz blokda qiymət eyni olur, tərpənən blokda isə qiyməti 2-yə vururuq. İpin qiymətini əgər bizdən istəyirsə. Daha sonra potensial enerji, kinetik enerji, impulsun tapılma qaydaları. Misal 27-də bizə potensial enerjini verib. Deyir ki, kütləsi 100 kg olan yük blokun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu 1,4 metr bölü saniyə sürətlə yerini dəyişərsə, nə qədər müddətdə yükün potensial enerjisi 14 kJ artar. Potensial enerjinin dəyişməsi delta Y potensialın üstünü nə idi? M, J, H-dır. Sadəcə burada H yükün H-ıdır. Yəni biz yükün potensial enerjisindən bəhs olunduğu üçün biz burada yükün yerləşməsindən bəhs edəcəyik. Sadəcə bir şey də var ki, tərpənməz blok olduğu üçün H yüklə H ip eynidir. Ona görə də H-ı fərqləndirməyə ehtiyac yoxdur. Bu tərpənməz blokdur, ortadan bağlanıb. İndi uşaqlar, bizə potensial enerjinin dəyişməsini verib 14 kJ. Yəni potensial enerjinin dəyişməsi 7 potensial 14 kJ. İpin sürətini verib bizə dedik ki, tərpənməz blokda ipin sürətini yükün sürətinə fərqləndirməyə ehtiyac yoxdur. Elə V yaz getsin. V 1,4. Kütləsi də 100-dür. Bizə deyir zaman müddəti nə qədərdir? Delta YP var, M var. Biz nəyə tuta bilərik? H-ı. Yəni H bərabər olacaq burada. Delta YP, yəni potensial enerji bölünür MJ-yə. Buradan H-ı tapanda YP bölünəcək MJ-yə. YP 14-dür və kilocu olduğu üçün 14.000. Yəni 10 üstü 3-dən yazdım kilo olduğu üçün. Kütlənin qiyməti 100-dür, J də 10-dur. Aşağıdakı 10 üstü 3-dən, yuxarıdakı 10 üstü 3 gedir, qalır elə 14. Demək, yerdəşmə 14-dür. Və zamanı tapanda yerdəşmə bölünür sürətə. Çünki H bərabərdir V vurulsun T-dir. Buradan T-ni tapanda H bölünür V-yə. H 14, V 1,4 deməli nisbət olacaq neçə? 10. Deməli cavabımız olacaq 27-də D variantı. Bu da potensial enerjinin düsturundan istifadə etməli. Hələ bişmədiyi axşamı söyləməli. Xərbatın xeyr. Nə bişmədiyi bu, nə danışılır bu. Deməli, 28 kinetik enerjidən danışsaq indi. Deyir ki, kütləsi 80 kg olan yük blokun köməyi ilə bərabər sürətlə qaldırılır. 7 saniyə müddətində ipin sərbəst uzunluğunun yer dəyişməsi 3,5 metr olarsa, bu zaman yükün kinetik enerjisini tap. Deməli, yoldaşlar, burada yenə tərpənməz blok olduğu üçün qiymətli fərqləndirməyə ehtiyac yoxdur və bizdən zamanı verib 7 saniyə, yerdəşməni verib 3,5. Onda mən buradan sürət tapa bilərəm. Sürət bərabərdir. Yerdəşmə bölünsün zaman. Yəni 3,5-i böləcəyəm 7-yə. Bu bizə verəcək neçə? 0,5. Deməli, sürət 0,5-dir. Bizə də kinetik enerji istəyir. Kinetik enerjinin düsturu M V kvadratı bölü 2. Bu sorudan çox istifadə olunur. Kinetik enerjinin əsas düsturu M V kvadratı bölü 2. Buradan qiymətli yerinə qoyanda kütlənin qiymətini bizə verib 80 kiloqram. Sürətin qiymətini tapdıq 10,5. 10,5-in kvadratı olacaq 0,25. Bölürük nəyə? 2-yə. Bu da bizə neçə verəcək? 40 vurulsun 0,25. %25 nədir? 4-də 1-dir. 40-ı 4-də 1-ə vuranda deməli 4-ə bölürük. 40 bölünsün 4 olacaq 10 sol. Yəni cavabımız olacaq 28-də A variantı.
Deməli, potensial enerji və kinetik enerjiyə aid məsələ nümunələrimizə baxdıq. Daha sonra 29-da impuls verib, hə, impulsdan da danışsaq, deməli, arkadaşlar, impulsun qiyməti 9-dur verib. İmpuls balaca p hərfinə eşit olunurdu. Kütləsi 60-dır. Zamanı da 12-dir. İndi impulsla kütlə varsa mən sürət tapa bilərəm. İmpuls bərabərdir. Kütlə vurulsun sürət. Buradan sürət tapanda impuls bölünür kütləyə. İmpulsun qiyməti 9-u bölürəm kütlənin qiyməti 60-a. Bu bizə verəcək. Hər tərəfi 3-ə bölsək 20-də 3. Bunu belə saxlayaq. Sonra uşaqlar bizə deyir ki, yerləşməni tap. Yerləşmə də bərabərdir. Sürət vurulsun zaman. Sürətin qiyməti 20-də 3-ü vururam zamanın qiymətinə. Zamanın qiyməti neçədir burada? 12-dir. 12-yə vuranda bu bizə verəcək 36 bölünsün 20. 36-nı da 20-yə böləndə neçə edir? 1,8 metr. Deməli, yerləşmə qiyməti nəyə bərabər olacaq? 1,8 metrə bərabər olacaq. 29-da cavabımız olacaq. Deməli, B variantı. Əvvəlcə P bərabərdir mv düsturundan impulsun qiymətini, sürətin qiymətini tapdım. V-ni bərabərdir P bölünsün M. Sonra da sürəti vurmaqla zamanı biz yerləşmənin qiymətini tapmış olduq. Səhifənin son sualı 30-da isə təpənən blok əks olunub və təpənən blokda artıq qiymətlər fərqlənir. Həmçinin uşaqlar, yadda saxlayırsınız ki, onsuz da məsələlərdə bəhs olunur. Məsələdə gördüyümüz qədərilə biz kinetik enerjidə də, potensial enerjidə də, impulsda da yükdən bəhs edirik. Yəni, ipin kütləsi verilmədiyi üçün, yəni ipin kütləsi nəzərə alınmır da. Yəni, ip üçün biz necə kütlə deyə bilərik ki, dəqiq bir kütlə yoxdur da. İpin kütləsi nəzərə alınmadığı üçün ipin yerləşməsində, ipin kinetik enerjisindən, ipin impulsundan, ipin potensial enerjisindən danışılmır. Çünki bu düsturların hamısında həm impuls, həm kinetik enerji, həm potensial enerji kütlə var. Biz də ipin kütləsindən danışmadığımız üçün bunların hamısında yükün qiyməti tapılır. Yükün kinetik enerjisi, yükün impulsu, yükün potensial enerjisi. Bunlara diqqət edək və qiymətlərimizdə həmişə yükdən bəhs edəcəyik. Burada misal üçün yenə yükün kinetik enerjisindən bəhs edilir. Ona görə biz yükün qiymətini bilməliyik. Bizə də burada ipin sürətini verib 16, onda yükün sürətini bilməliyəm. Yükün sürəti tapanda ipin sürəti bölünür 2-yə. Çünki təpənən blokdur. Təpənən blokda yükün sürəti ipin sürətindən 2 dəfə azdır. Onda 16-nı böləcəm 2-yə, olur 0,3. Bir tərəfdən bağlanıbsa bu təpənən blokdur. Deməli, yükün sürəti 10,3-dür. Kinetik enerji tapanda hansı üstündən gedirik yenə? mv kvadratı bölgü ilə. Yenə buradakı qiymət yükün qiymətidir. Qiymətləri yenə qoyanda m 100, sürət tapdıq 14, kvadratı olacaq %9. Böldü 2-yə, bu da bizə verəcək yəqin ki 4,5. Cavabımız olacaq 30-da D variantı. Daha sonra davam eləsək növbəti sualımızla. Bir dəqiqə. Eyni şeylərdir. Hı -hı. 37, 38. 37. Kütləsi M olan yükü tərpənməz blok vasitəsilə şarqa yuxarı verilmiş modulu J/2 olan təclə qaldırmaq üçün ipin səbət uzuna tətbiq olunan qüvvə hansı ifadə ilə təyin edilir?
Uşaqlar, deməli, təpəməz blokda düsturumuz nə idi? F bərabərdir mj. Və yuxarı yönəldiyi üçün düstur olacaq mj plus A. Təpəməz blokdur. Heç nəyə bölünmür. F bərabər olur m və yuxarı yönəldiyi üçün, aşağı yuxarı yönəldiyi üçün j plus A. İndi burada deyir ki, təcridin qiyməti j bölü 2-dir. A-nın yerinə deyir j bölü 2 qoy. Qoyaq. M vurulur j plus j bölünsün 2. Bu da bizə neçə verəcək? 1 plus 10-5, 1/5 m j. Yəni cavabımız olacaq 37-də Y variantı. Misal üçün 38-də isə aşağı yönəlmiş deyir. Aşağı yönəlmiş dediyi üçün m j çıxısı nə olacaq? M j çıxısı nə olacaq 38-də? Və deyir ki, A-nın yerinə j bölünsün 5 qoy. Qoysaq j bölünsün 5-i. Birindən çıxanda 5-də birini qalır nə? 5-də 4. Yəni 10-8-i. Deməli cavabımız olacaq 10-8 mj. Cavabımız olacaq 38-də isə Y variantı. Bu tiplərə də baxdıq. Bir dənə burada A-nın yerinə həmin qiyməti qoyuruq. J bölü 2, J bölünsün 5. Sonra qrafik suallarımız, misal üçün 40-da, 41-ə baxsaq, hər ikisi onsuz təpəməz blokdur, daha rahatdır. Qiymətlər olduğu kimi qalır. Misal üçün 40-da sənə kütləni istəyirsə, çox rahat M bərabərdir. Yəni P bərabərdir MV-dir. Buradan kütləni M-i tapırsan, yəni P bölünsün V. Qiymətləri bir-birinə bölür. Misal 12-yə uyğun gələn sürətin qiyməti 2-dir. 12-ni bölürəm nə? 2-yə nisbət neçə olur? 6. Misal üçün 41-də isə yükün çəkisini soruşur və təpəməz blokdur. Yenə qiymətləri fərqləndirməyə ehtiyac yoxdur. Bu zaman potensial enerjinin dəyişməsi ilə mgh. Burada mg elə nədir? Çəkidir. Yəni çəki vurulur yerləşməyə. Buradan da çəkini tapanda P-ni potensial enerji deməli bölünür nəyə? Yerləşməyə. Potensial enerjinin qiyməti 240-dırsa, ona uyğun yerləşmə neçədir? Xəttləri izləyəndə olur 12. Deməli 240-ı bölürük 12-yə nisbət neçə olacaq? Elə 20. Deməli yükün çəkisi nəyə bərabərdir? Elə 20 newtona bərabər olmuş olacaq. Davam eləyək. Növbəti səhifəmizdə. 42. Eyni tipli sual 43. Uşaqlar, deyir ki, sistem tarazlıqda olarsa, A cisminin kütləsini hesablayın. Bu sual köhnə topuda, arxada cavabı səhv idi. Təzə topuda bilməm, düzəldiblər yoxsa yox cavabı. Bizə deyir ki, sistem tarazlıqda olarsa, A cisminin kütləsini hesablayın. Demək yoldaşlar, sağ tərəfdə, sağdan gedək, sağdakı kütlələr bilinir də. Sağ tərəfdə 6 kilo və 2 kilo var. Ümumi kütlə olacaq 8 kilo və ümumi kütlə 8 kilodursa, aşağı doğru çəkən mg 8 vurulsun j 10, yəni 80-ə bərabərdir. Deməli, aşağı doğru bunu 80 Newton qüvvə çəkir. Kütlə ümumi 8-dir. Mg olduğu üçün 10-a vururam, j 10-dur. Bu bizə verir 80 Newton. Aşağı doğru 80 Newton çəkirsə, avtomatik yuxarı doğru da 80 Newton çəkir ki, bu tarazlıqdadır. Və bura 80-dirsə, ip yenə eynidir, eyni ipdir, eyni ip davam edir, eyni ip davam edir. Burada 80-dir. Bura 80-dirsə, yenə eyni ip davam edir, burada 80-dir. Və bura 80-dirsə, bura 80-dirsə, bura ümumi olur neçə? 160. Və bura 160-dırsa, aşağı doğru çəkən qüvvə də 160 olmalıdır. Və 160 olması üçün A-nın kütləsi avtomatik 14 olmalıdır. Çünki bura 14-dürsə, bura 2-dirsə, cəmləyəcəyim olacaq 16 və 16-nı vuracağım J-yə 10-a, qiymət olacaq 160, düz gələcək. Deməli, A cisminin kütləsi olacaq elə 14 kiloqram. Təkrar edirəm. Sağ tərəfdə 2 dənə kütlə var, 6 kilo, 2 kilo olur, ümumi 8 kilo. Və J-nin qiyməti 10-dursa, 8-i vururam 10-a, eləyir 80. Deməli, aşağı doğru bunu çəkir 80. Aşağı doğru 88-də yuxarı doğru da 80 çəkməlidir ki, bu sistem tarazlıqda qalsın. Və eyni ipdə eyni qüvvə yaranır. Bura 80-dir, eyni ipdir, burada 80-dir, yəni eyni ipdir, burada 80-dir.
Və burada 80, burada 80 olduğu üçün bunların cəmi aşağıda cəmdir, olacaq 160. Və burada 160 çəkirsə bunu yuxarı, aşağı doğru çəkir bunu 160. Və bunların 160 olması üçün bura 2 kilodursa, bura avtomatik 14 kilodur. Çünki 14-ün üstünə 2 gələndə eləyəcək 16 və J-nin qiymətini 10-a vuranda qiymətimiz eləyəcək 160 Newton. Deməli cavabımız olacaq 43-də A variantı. Biz bu qarışdırmalardan qutara bilmədik də bu qarışdırmalar. Davam. Kimsə salam verdi. Salam Fərid, salam. Biraz tez gəl də sənin ev tapşırığını eləyirik. Deməli, bu da 7. Bunu da silirik. Gəl davam edəcək 44 ilə. Halal. 44-də deyir ki, 100 kilo kütləli cismi tərpənən blok vasitəsilə 6 metr yüksəkliyə bərabər sürətlə qaldırdıqda ipin sərbəst uzuna tətbiq olunan qüvvənin və ipin sərbəst uzunun yerdəşməsinin modulu nəyə bərabərdir? Demək yoldaşlar, tərpənən blokdur. Baxaq, birinci elə bloka baxmalıyam, görüm hansı blokdur. Tərpənən blokdur. Və tərpənən blokda qaldırılıb yuxarı. Yəni F bərabərdir. Amma bərabər sürətlə qaldırılıb. Elə mg bölünsün 2. Tərzinlə qaldırılmıyor. Tərzinlə qaldırılsaydı mg plus a yazacaqdıq. Burada artıq tərzi yoxdur. Çünki bərabər sürətləndir. Deməli, F bərabər olur mg bölünsün 2. Çünki tərpənən blok olduğu üçün 2-yə bölündü. M 100, J'si 10 bölünsün 2. Bu bizə verdi neçə? 500. Deməli, F-in qiyməti 500. Yaxşı, yerləşməsi nəyə bərabərdir? 6 metr yüksəkliyə qaldırılıb, ip qaldırılıb, yoxsa yük qaldırılıb? Yük qaldırılıb. Onda yükün yerləşməsi 6-dırsa, ipin yerləşməsi olacaq, h bərabər olacaq. Neçə? 2h yükə. Yəni 6 vurulsun 2-yə, o da eləyəcək 12 metr. Deməli, qüvvə 500 newtona, ipin yerləşməsi isə 12 metrə bərabər olur. 44-də cavabımız olacaq C variantı. Tərpənən blok olduğu üçün qüvvəni tapanda çəki bölünür 2-yə, mg bölsün 2 olur 500 newton. İpin yerləşməsini tapanda isə yükün yerləşməsini vururuq 2-yə. Sonra 45-də isə tərpənməz blok olduğu üçün artıq 2-yə vurmaya ehtiyac yoxdur, 2-yə bölməyə ehtiyac yoxdur. F bərabər olacaq elə mg, tərpənməz blok olduğu üçün. M 200-dür, J'si 10-dur. Bu bizə verəcək elə 2000, qüvvə 2000-dir. Yerləşməsi də elə olduğu kimi qalır, yəni 4. 2004 cavabımız olacaq 45-də A variantı. Yoldaşlar, bayaq 46 tipli sualdan danışdıq. F-lərin qiymətləri nə idi? Bir-birinə bərabər idi. Mametlər qaydasını həll eləmişdik. Hər ikisi təpinməz blokda, hər ikisi elə mg-yə bərabər olur. Və F1 bərabər olacaq deməli F2-yə. Yəni C variantı. Bu oxşar sual idi. Gəldik sınavlarda çox düşən Eylerben diaqramı, təpinməz blok haqqında fərqlər, oxşarlıqlar. Bundan quizdə də düşmüşdü. Qüvvədə qazanc vermir. Tərpənməz blokdur. Tərpənməz blok qüvvədə qazanc vermir. Qüvvədə işlək və qazanc verir. Tərpənən blokdur. Sadə mexanizmdir. Hər ikisi. Link, tərpənən blok, tərpənməz blok, polispas, may müstəvi bunlar hamısı sadə mexanizmlərdir. İşlək qazanc vermir. Hər ikisi işdə qazanc verən mexanizm yoxdur. Bütün mexanizmlər işdə qazanc vermir. Yalnız qüvvənin istiqamətini dəyişir. Yəni, qüvvənin istiqamətini dəyişmək üçün istifadə olunur. Tərpənməz blok. Cavabımız olacaq burada 2, 1, 5, 3, 4, yəni D variantı.